müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Aysel Kazımlı, Liv Akademinin Azərbaycan dili müəllimi. Bugün sizlərlə bir çoxumuza maraqlı olan və bir çoxumuza çətin gələn mövzu ilə bağlı qısa bir izahım olacaq. Və bu mövzu hansı mövzudur? Əlbəttə ki, tərkiblər mövzusu. Əziz müəllimlər, geniş bir izah olmayacaq. Sadəcə testlərdə hər dəfə qarşılaşdığımız müxtəlif tipli sualların bir növ cavabını tapacağıq ki, artıq bundan sonra biz bu mövzuda səhv etməyək. Əziz müəllimlər, izaha keçməmişdən öncə qeyd etmək istəyirəm ki, artıq mart qruplarında bir dərslər, yəni sürət qruplarımızda bir dərslər keçirilib və qeyd edim ki, mart qruplarında bayramla əlaqədar olaraq hələ də kampaniyadan yararlanıb dərslərə qoşula bilərsiniz. Və bunu da çatdırım ki, mart sürət qrupları açılan son dərs qruplarıdır. Bundan sonra açılacaq heç bir qrupda bu formada dərslər keçirilməyəcək. Belə müəllimlər, o zaman keçək dərsimizə. Deməli müəllimlər, biz müxtəlif tipli şərtlərlə qarşılaşırıq. Hansı ki, bəzən şərtdə yazır, məsdəri tap, hansı cümlədə məsdər işlənib və yaxud hansı cümlədə məsdər tərkibi var. Qeyd edim ki, burada mənim davamlı məsdər ifadəsini işlətməyim o demək deyil ki, söhbət ancaq məsdərdən gedir. Yəni, bura aiddir məsdər, fiili sifət və fiili bağlama. Yəni, hər üçünü nəzərinizdə saxlayın, fərqi yoxdur. Yəni, deyəcəyim qayda hər üçü üçün keçərlidir, yaxşımı? Deməli, müəllimlər, məsdər tap deyəndə, məsdər tərkibi tap deyəndə nə kimi fərq yaranır? Baxın, biri var ki, ilk öncə şifahi bir izah edəcəm müəllimlər. Ondan sonra nümunələr üzərində, lövhədə sizə izahlar verəcəm, yaxşımı? Baxın, şərtdə əgər yazılıbsa, verilən cümlələrin hansında məsdər işlənib. Bu zaman mən istər o cümlədə tərkib olsun, istər olmasın, məsdəri axtarmaqla məşğul olacam. Yəni, maq-mək axtaracam. Əgər həmin verilən cümlələrin hər hansı birində maq görürəmsə, o mənim cavabım olacaq. Yenə qeyd edirəm, əgər şərtdə məsdəri istəyirsə bizdən, yəni verilən cümlələrin hansında məsdər işlənib. Bu zaman cümlədə tərkibin olub-olmaması mənim üçün önəmli deyil. Mənə lazım olan maq-mək məsdərdir və yaxud fiili sifət olsun. Fiili sifət şəkilçilərini gördünmü? Fiili sifət varsa, deməli bizim cavabımız ola bilər. Amma mənə şərtdə qeyd olunub ki, məsdər tərkibini tap və yaxud fiili bağlama tərkibini tap. Bu zaman amma mən harda gəldi? Andanı görüm, dıqdanı görüm və yaxud da mağı görüm. Mən ona fiili bağlama tərkibi, məsdər tərkibi deyə bilmərəm. Deməli, məsdər tərkibi soruşularsa şərtdə, bu zaman mütləqdir ki, mən tərkib tapım. Yaxşımı? Amma cümlədə, yəni şərtdə daha doğrusu, tərkib sözü yoxdur. Sadəcə fiili bağlamanı tap. Hansı cümlədə məsdər işlənib, kimisindən sual verilərsə, bu zaman mənim artıq nə tərkib axtarmağa ehtiyacım var, nə də başqa bir şey. Şəkilçilərimi bildirməyib, axtarıb tapacam. Yaxşımı? Bu öz yerində. Sonra, gəlin şifahi olaraq da bir nümunə deyim sizə. Baxın, əgər şərt mənə deyibsə ki, hansı cümlədə məsdər var? Mənə iki cümlə verilib. Həzin nəğmə oxumaq insanı rahatladır. Rahatlatır. Nə? Həzin nəğmə oxumaq. Əslində hamısı nədir? Tərkib. Məsdər tərkibi, düzdür? İndi mənim şərtimdə də yazıb ki, hansı cümlədə məsdər var. İndi mən bunu cavab olaraq götürməyim. Götürməliyəm. Niyə götürməliyəm? Çünki müəllimlər, baxın, biri var morfoloji olaraq, biz yadınıza bunu salın, belə yadda saxlayın. Biz həmişə nə deyirik? Nitq hissələrini tapanda, məsələn, bizə deyirik cümlədə hansı nitq hissələri işlənir, məsələn, ardıcıllıqla düzün. Bu zaman biz nə edirik? Bu zaman biz hər bir sözə ayrıca baxırıq, hər bir sözün başlanğıc formasına sual veririk. Nitq hissəsini tapmaq üçün, düzdür? Bax, burada da elədir. Tərkib olsa belə, maq-mək var da orada. Maq-mək məsdər deyilmi?
Məstərdir. Hə, artıq siz sintaktik təhlil edirsiniz. Yəni sintaktik təhlil edirsiniz. Və yaxud da ola bilər məsələn yazsın ki sizə mübtəda nə ilə ifadə olunub? Tutaq belə bir sual verilsin. Bu zaman artıq bəli mən tərkibi orada işə salıram. Çünki həzin nəğmə oxumaq hamısı birlikdə mübtədadır və ifadə vasitəsi də məstər tərkibidir. Yaxşı, məstər tərkibidir. Yəni qeyri-adi bir şey yoxdur. Və yaxud da sintaktik təhlil edirsiniz, hamısını birlikdə məstər tərkibi götürürsünüz. Yaxşı, bu şəkildə. Amma məstər varmı? Bəli, var. Yenə deyəcəm var. Bir növ belə. Hansı cümlə tərkib sözü yoxdursa, bu zaman biz İstər tərkib verilsin nümunədə, istər tərkib verilməsin, hər iki variantı götürə bilirik cavab olaraq. Amma tərkib sözü verilibsə, artıq mən ancaq tərkib götürə bilərəm. İndi gəlin keçək cümlə üzərində nümunələrə baxaq. Yaxşı? Ekranda siz cümlələri görürsünüz. Həzin nəğmə oxumaq istəyirik. Bayaq şifahi çəkdiyim nümunədəndir. Deməli, həzin nəğmə oxumaq istəyirik. Bizə gələndə Adəmlə üzləşdi. Deyinmək pis xüsusiyyətdir. Gələnlər qapıda gözləyir. Baxın müəllimlər, indi şərti mən sizə deyirəm. Siz bu 4 variantın içindən tapırsınız. 4 dənə cümlədən. Mən əgər şərtdə yazmışamsa, yəni şərti deyirəm daha doğrusu belə deyək. Şərt sizə deyirəm ki, verilən cümlələrin hansında məstər işlənmişdir. Və yaxud məstər deməyək, ümumi deyirəm. Təsriflənməyən formalar işlənmişdir. Məstər də seçə bilərsiniz, fiili sifətdə, fiili bağlamada. Cavabları videonu saxlayırıq, cavabları rəy bölməsində yazırıq, sonra doğruluğunu yoxlayırıq. Əgər şərtdə sadəcə məndən təsriflənməyən forma istəyir, yəni burada tərkib sözü yoxdur, bu zaman mən məstər görürəm. Fiili bağlama şəkilçisini görürəm, bəli. Məstər yenə də gördüm, bəli. Fiili sifət gördüm, bəli. Mənim bu şərtimin cavabı olaraq hər 4 variant uyğundur. Niyə? Məstərdir də, məstər deyil. Məstər nədir? Nitq hissəsidir, bir növ, düzdürmü? Nasıl ki feilin içindədir, nitq hissəsidir də, biz onu feili bölmüşük də, sadəcə təsriflənən və təsriflənməyən, düzdür? Morfoloji olaraq baxıram. Başa düşürsünüz, çünki sual elədi. Aydındır? Hə, keçirəm ikinci şərtimə. Deyirəm ki, verilən 4 dənə cümlənin hansında təsriflənməyən formalar tərkib yaratmışdır. Və yaxud təsriflənməyən formalar tərkibi formada işlənmişdir. Nəsə belə bir şey. Yəni orada tərkib sözü var. O zaman artıq mən nəyə keçirəm? Sintaktik təhlilə. Yəni sintaktik təhlil edəcəm ki, düzgün sual verim ki və mən düzgün tərkibi tapa bilim. İstəyirik. Nə istəyirik? Həzin nəğmə oxunmaq istəyirik. Kim istəyir? Biz. Baxın müəllimlər, bəzən qeyri-müəyyən təsirli halı mübtəda ilə qarışdırırıq. Bunu aydınlaşdırmaq üçün xəbərin şəxs olunluğuna baxın. Axı biz bilirik ki, mübtəda xəbərlə uzlaşır. Kim istəyir müəllimlər? Biz. Yəni mənim mübtədam bizdir. Burada görünməsə də bizdir. Aydındır? Demək ki, bu mübtəda deyil, nəymiş? Tamamlıq. Nə istəyirik? Həzin nəğmə oxumaq istəyirik. Aydındırmı? Sonra ikinci cümləmə baxıram. Bizə gələndə Adəmlə üzləşdim. Eyni şəkildə üzləşdim. Xəbər. Kim? Şəxs olunluğuna baxıram. Mən. Yəni burada mən yoxdur. Demək ki, mübtəda yoxdur bu cümlədə. Kimdən üzləşmişəm? Adəmlə. Nə zaman üzləşmişəm? Bizə gələndə. Düzdürmü? Sonra deyilmək pis xüsusiyyətdir. Pis xüsusiyyətdir nə? Deyilmək. Gələnlər qapıda gözləyir. Kim gözləyir qapıda? Gələnlər. Mübtəda. Düzdür? İndi baxırıq müəllimlər.
məhz məndən tərkib soruşduğu üçün mən ilk iki cümləmi cavab olaraq götürə bilirəm. Yaxşı, artıq burada bir sözdən ibarətdir deyə mən tərkib götürmürəm. Tərkib nədir müəllimlər? Tərkib söz birləşməsidir bir növ. Bir növ deyəndə yəni söz birləşməsidir. Tərkib sözünü gördünüzsə, siz ən azı 2 dənə sözdən ibarət, leksik və qrammatik mənalı 2 sözdən ibarət bir tərkib birləşmə götürməlisiniz. Yaxşı, və mən 3-dən 4-ü ona görə qətiyyən götürə bilmirəm. Amma 1-lə 2-ni götürürəm. Və yaxud müəllimlər, indi sualımı dəyişirəm, yəni şərtimi dəyişirəm. Ola bilər ki, mənə cümlə verilsin. Məsələn, birinci cümlə mənə verilib, təhlil etmişəm. Sonra məndən soruşur ki, birinci cümlədə işlənən tamamlığın ifadə vasitəsi nədir? Baxın, cümlədə işlənən tamamlığın ifadə vasitəsi nədir? Bu zaman müəllimlər, amma bu zaman baxın, artıq burada vəziyyət biraz dəyişir. Artıq ifadə vasitəsi soruşduğu üçün mən tamamlığım bütövlükdədir. Axı, bütövdür, yəni parçalanmış halda deyil, düzdür? Ona görə mən onun ifadə vasitəsini də bütöv şəkildə təqdim etməliyəm. Yəni, tamamlığın bütöv şəkildə ifadə vasitəsi məstər tərkibidir. Day mən burada deyə bilmərəm ki, tamamlığın ifadə vasitəsi məstərdir. Day mən bunu deyə bilmərəm. Axı, məstər deyil, tərkibdə axı, təkcə məstər deyil. Yaxşı. Amma, yenə qayıdıram. Amma desəm ki, bu cümlədə məstər işlənibmi? Böyle işlənib də. Kim inkar edə bilər ki, işlənməyib? Görürəmmi Maqməki? Görürəm. Məstər var, demirəm yoxdur. Amma bəli, məstər artıq burada bir tərkib yaradıb. Baxın, məsələ budur. Yəni, bizim orada məstər var deməyimiz müəllimlər morfoloji olaraqdır. Amma biz artıq tərkib deyirik, ifadə vasitəsi deyirik. Bu zaman biz artıq sintaktik təhlil edirik, onun ifadə vasitəsini tapırıq. Yaxşı. Və yaxud da 3-cü suala baxıram. Deyir ki, indi gəlin 4-ə baxaq, orada Maqməkdir. Gələnlər qapıda gözləyir. İndi bu cümlədə deyirəm ki, mübtəda işlənib. Düzdürmü? Feili sifət var və mübtəda vəzifəsindədir. Burada artıq mənə desələr ki, bu cümlədə mübtədanın ifadə vasitəsi feili sifət tərkibidir. Bu da səhv olacaq. Tərkib deyil, axı bircə dənə sözdən ibarətdir. Feili sifətdir. Qutardı, ifadə vasitəsi feili sifətdir. Aydındır. Belə. Sonra, indi ikinci cümləni isə artıq sizə tapşırıq olaraq verirəm. Siz ikinci cümləni, bax bu şəkildə mənim kimi analiz edirsiniz. Rəy bölməsində yazırsınız ki, bu cümlədə feilin təsriflənməyən formalarından hansı işlənmişdir və burada indi görürsünüz, zərflikdir. Zərfliyin ifadə vasitəsi nədir desəm, siz cavabınızda mənə nə deyərsiniz? Bunu aydın bir şəkildə rəy bölməsinə yazırsınız. Əlavə sualınız yaranarsa müəllimlər 077 622 97 99 nömrəsinə, menecer nömrəsinə yaza bilərsiniz dərslərlə bağlı. Amma bu mövzu ilə bağlı sizdə sual yaranarsa, menecer nömrəsində mesajlar çox olduğu üçün, yəni mən orada mesajları hər zaman görmürəm. Əgər bu mövzu ilə bağlı bir sualınız yaranarsa, mənim 070 307 97 99 şəxsi nömrəmə yaza bilərsiniz. Belə, əlavə olaraq bu şəkildə hansı hissələrdə, hansı mövzularda problemləriniz varsa, bu şəkildə izah istəyirsinizsə, həmin mövzunu rəy bölməsində yaza bilərsiniz. Əgər bu izah sizə faydalı və yararlı oldusa, bəyənməyi, fikir bildirməyi və ətrafınızda olan digər müəllimlərlə bölüşməyi unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.